Deməli yoldaşlar, bayaqları bir dənə bir şey unuttum, onu da deyim sizə, sonra davam eləyək. Mən bu kolumu yığışdıranda bilirik ki, biz yenidən geri qayıdacağıq. Raw formatı, heç nə yazmamaq, raw yazmaqdır. Bayaq da demişdik. Gəldim bura, raw formatına belə bir şey gördük. İndi nə edəcəm? Gəlirəm HTML ilə bunların sayını artırıram. Belə bir şey oldu, düzdürmü? Və gəlirəm, bunu da verirəm. Tutaq ki 700 piksel. Yer olmur deyə nə edir? Daraldır. Amma bir dənə kod var ki, o kod sayəsində yer olmayanları aşağı atacağıq və heç bir daralma olmayacaq. O kodda flex wrap'dir. Bunları yazırsan, bir də gəlirsən deyirsən ki flex wrap. Yəni yer olmayanda daraltma, aşağı at. Bunlara yer var, düzdür. Olmayanlara aşağı attı. Yenə də align items center'dır mı, justify. Bunlara təbii olaraq tətbiq edir. O da öz yeri. Yer olmayanı nə elədi? Aşağıya attı. Aydındır. Bu da qalsın fikrinizdə. Bu necə görünür? Inspect edirik. Baxın, flex bu cür görünür. Bunlar arasındakı, bax biri bu, bir element bu, arasına gəldim buradan, bax mənə məsafəni falan verir, arada nə qədər, bax gəlirsən bura, baxın burada yuxarıdan ağın üzərində bilinir, yazıb buradan. Padding 20 pikseldir, rəngi budur, qısaca açıqlamalarını da buradan qeyd eləyir. Qırmızının üzərində gəlsin. Padding araması, qəpdir araması, padding isə iç boşluq. Hə, budur, padding budur, iç boşluq. Görsənmi? Sarının, bayaqdakı sarı. Bu paddingə görədir. Bu paddingdən içəridir. Bu 20 piksel padding. Sarının padding. Qırmızılara padding verməmiş. Bax belə. İndi gəlirik nəyə uşaqlar? Grid'ə. Yaxşı, gridin nə kimi önəmliyi var? Grid setka deməkdir ingilis dilindən. Gridləməyə, setkalamaq, parçalamaq bu mənada. Gridlə flex bir-birinə oxşardır. Hər ikisinin qəp misal üçün ortaq kodlardır. Gəlirəm yazıram display grid. Grid deyə, indi təbii olaraq kodları silmişəm deyə gəldim belə bir formaya düzdüm mən. Gridlə nə edirsən? Neçə dənə sütun yerləşməyini istəyirəm, neçə sətir yerləşməyini istəyirəm kimi bir şansım var, demə şansım var. Ta ki gəlib deyirəm ki, grid template column, grid template columns, neçə dənə column olsun deyirəm. Ta ki deyirəm ki, bir fr, ta ki bir fr. Hər fr bir kolumu işarə edir. Kolum nədir? Sütun. Dedim, neçə dənə sütun olsun? 4 dənə. Deməli, bu nə eləyəcək? İçəridə neçə dənə? 15 dənə element vardı, düzdürmü? 4 dənəni yerləşdirir. Vizlərini özü atmağa viz vermirsən. Bayaqları burada viz vermiş ya. Bunları yığışdırıram. Bunlara height maksimal verə bilərik 100 piksel. Vizlərini nə verəcək? Tutaq ki 100%. Nə mənada 100%? Bu bunun içində edir. Yəni geçsin hər FR-nin tam tutsun. 4 dənə FR-in varsa 4 dənə sütunun var deməkdir. Və hər biri də eşit sayda vizə sahibdir. Gəlirəm bura. Bir də arada qəp lazımdır. Bir də arada qəp lazımdır. Qəpi səfiyyə yazdım. Qırır buna lazımdır. Gəldim bura. Vəssalam. Bax, özü avtomatik viz verir. Neçə nə yerləşdirdi? 4 dənə. Sonra keçir növbəti gridə. Belə keçir. Buradan gəlib takidi atıram, bunu bir dənə də artırsam. Neçə nə yerləşəcək? Bu səfər 5 dənə.
5 dənəni avtomatik olaraq yerləşir. 10 dənə elementim varmış mənim təsadüfən. 5-i yuxarıda, 5-i aşağıda olaraq başlayır mənim üçün nə eləməyə? Düzməyə. Aydındır. Bu da olur display grid. Sadəcə olaraq mən gəlib nə edə bilirəm? Burada çoxlu oynamalar edə bilirəm. Bir gridin nə qədər yer tutmasını təyin edə bilirəm. Gəlirəm bura. Tutaq ki, bu boxçaytlardan birinə bir dənə də fərqləndirici xüsusiyyət verirəm. Item 1. Bunun bir dənə də klası olsun, biz çoxlu klas verə bilirik. Bunun bir dənə də klası olsun, item nə? 1. Burada grid column deyə bir dənə kod var. Sən o kolumlardan neçəsini istəyirsən? Neçə dənə kolum var idi gördük? 5 dənə. Deyirəm ki, birincisi 2 dənə kolum götürsün. Bu cür mən çoxalda bilirəm. Birinciyə 2 kolum verirəm. Verdiklərimin sayını da spanla deyirəm. 3, tutaq ki 3 dənə olsun. 3 span. Yəni 3 dənə kolum götür. Deməli birinci nə edəcək? Bax bu 1, 3 dənəsinin yerini tutacaq. Biri 3 dənənin yerini tutdu. İkincisi bir dənə tutdu. Üçüncü də bir dənə tutdu. Bunlar hərəsi bir dənə tutdu. Birinci nə qədər tutdu? 3 dənə. Desəm ki, əgər, sən deyər, burada 6 span deyə bilməzsən. Niyə? Neçə dənə spanın var sənin? 5 dənə. Sən bura gəlib 6 deyə bilməzsən. Yəni, onu keçə bilməzsən. Deyəsən, nə deyirsən bura? 3. Buna da 3 deyib, sonra gəlib, bu da olsun ikinci, item 2. Düzdürmü? Sənin gəlib, item 2-yə də item 2-yə də grid, column, 3 span deməyin, mən yazdığım 3 spana baxayım. 3 span deməyin də məntiqsizdir. Niyə? Birincisi nə oldu? 3 dənə yer tutdu. Sən buna da demişsən ki, sən də 3 dənə yer tut. Yaxşı, bunun üçün 3 dənə yer var mı burada? Yoxdur. Hara düşəcək bu? Aşağıya. Elə olmağını istəyənsə ver, 3 span deyil. Düzdürmü? Amma bu məntiqli deyil. Sağ olun. Fidan? Samo yazılan var. Eserdim o. Samo yazan eserdi onu bilirəm. Bir de Ama işlemediyse. İşlemiyor Samo. Yok, işte fidan yazmam gerekiyormuş. Fidan yazsan aklına sen onu karşılasın. Ben orada görürüm. Orada var oradasa Acer. Olsun ne yazsın. Ay, yorumda çok da yazsın. Böyle ne var? Oraya ne var? Aklına sen orada karşılasın. Evet, ona bakalım. O hardadır, bas, yukarıda da yok değil mi? Burada Acer kampüleri yok yukarıda. Ha? Bu ne diye çıkıyor? Bu işlemiyor. Yoxlamışdınız onu. Ha, bu evet işlemez. Bir de o fidan işliyor. Ha, uşaqlar. Birinciyə demişəm 3 span, ikinciyə demişəm 3 span. Burada 2 spanlıq yer var. Bax, bunları nəzərə almaq lazımdır. Belə onda nə olur? Düşür aşağı. Aşağıya düşməyini istəmirsənsə, götür buna denən nə? 2 span. Yəni, flexdən fərqli olaraq gridlə işləmək daha belə yaxşıdır, qəşəngdir. Bunu bu qədər çoxaldıram, bunu belə azaldıram, bunu nə edirəm falan filan. Gridlə əməlli mən saytımı struktur eləyə bilirəm. Hətta row məsələsi də var. Mən buradan gəlib grid template column kimi grid template rows da seçə bilirəm. Deyirəm 1 FR, 1 FR, 1 FR. Tutaq ki, deyək 3 sətirli olsun. Belə bir şey deyirəm. Həqiqətən də 3 sətirlidir. Onsuz 3 sətir idi. Və sonra gəlib deyə bilirəm ki, sən birinci element üstün olaraq 3 dənə götürdünsə, sətir olaraq da 3 dənə götür. Gəlirəm deyirəm grid row 3 span. Sətirdən də 3 dənə götür.
Baxın, bu bütün məsafəni bu tutdu. Amma viz niyə çoxalmadı? Çünki mən burada götürüb heyt 100 piksel vermişəm. Heytini nə verəcəm uşaqlar? Bu da olacaq nə? 100%. Yəni get bu 3 spanın hamısını tut. Tam ekran tutsun deyədir. Bax, tam ekran qədər mənim üçün yer tutdu. Digərlərinə yer saxlamadı. Çünki biraz bunu mən düz eləmədim. 3 span yerə digərlərinə yer qalmır. 2 span eləyək ki, digərlərinə də yer qalsın. Bu cür, hətta burada bir dənə də mən bunu buradan artırmalıyam. Bir belə. Çünki aşağı düşən var və ona yer yoxdur. Ona görə bir dənə sətir artırdım. Bax, belə bir struktur oldu. Sayta girirsiniz, görürsünüz bir dənə böyük şəkil, sonra bir dənə. Baxın, tutaq ki, deyə atıram. Bax, bir dənə böyük, 2 dənə burada balaca, bura bir dənə. Bunlar, bax, 1, 2, bu əslində 2 dənə burada element var. Kolum sayı 2-dir. 1 sütun, 2 sütun, 3 sütun, 4 sütun. 1 sətir, 2 sətir, 3 sətir. 4 dənə sütunu var. Bu əslində belədir. Baxın, sizin çəkirəm indi mən bunu. Əgər gridlə işləyiblərsə, işləyən işləmiş olacaqlar. Gridlə işləyiblərsə, CSS-ini baxarıq, görünür yoxsa. Bu əslində belədir. Bura, düzdürmü? Buradan bir dənə, bu. Bax, bu əslində strukturu budur. Birinci elementə deyib nə? Kolumda 2 span, roda 2 span. 2 dənə burada, 3 dənə burada oldu, bir dənə böyük. 4 dənə, 4 kubiki, 4 kubiki deyilmi 2 üstə 2? 4 kubiki bir şəkil əvəz elədi. Aydındır bu. Eyni şeydən gəldim. Buna nə deyil? İkinci elementdə. Elə 1 span, 1 span. Düzdürmü? İkinci yana bir dənə tutdu. Üçüncüyə də 1 span. Gəlib dördüncüyə də 1 span, 1 span. 5-ə də 1 span, 1 span. Gəlib 6-ya deyil. 2 span, 2 span. Ona görə də ikisi burada bunlar belə şaxələnmiş. Sırf qəşəng görülsün deyəriz bir şeydir. Görə indi bunlar həqiqətən gridlə işləyirlər. Gəlirəm buradan inspekt edirəm. İnspekt eləyəndən sonra gəlirəm. Yox, gridlə işləyənə oxşamırlar. Gridlə işləsəydilər şey olacaqdı. Avtomatik olaraq o hiss olunacaqdı dərhal. Gridlə işləyəndə baxın gəlin biz özümüzkünü göstərək. Gridlə işləyən kimi, üzərinə gələn kimi baxın sıra setkaları mənə göstərir. Sıra bilinir ki buradan 1, 2, 3, 4, 5 dənədir. 3-ün 2-yə, 3 vur 2, 6. 6 dənə kubikimi götürür. Bu dərhal bilinir. Amma onlarda gördüyünüzdə gəldim şahid eləmə. Deməli, griddən işləmir. Başqa bir şeydən işləyir. Adi CSS kodları falan. Təqribən də baxa bilərik, görək bu nə eləyiblər. Təqribən tutaq ki, üzərinə gəlsəm, klikləsəm. Üzərinə gəlib klikləyəndən sonra CSS-i də açılır. Bunu absolutla işləyiblər. Bir dənə div yaradıb, hər birliyi absolut. Sonra deyib, sən burada, sən burada, sən burada. Necə deyib, baxın, bu da keçdiyimiz kodlardır. Left deyib 0, right 0, bottom tam küncə sıxışdırıb. Biz deyib 101% niyə bir şey işləyibsə. Bunun özünə display flex deyib, flex direction column deyib. Niyə? Çünki bunun özünün də içində, buradan əgər fikir verirsinizsə, şəkil var, nə bilim tarix var, nə bilim nə var, onları da at düşsün deyə display flex'dən də istifadə edin. Aydın oldu. Baxın, əslində bizim burada sizdən şey işləyə bilsəydik, biz burada sizlərlə. Belə saytlar verəcəkdim. Ta ki deyək, baxın bura. Deyəcəkdim, buranı yaradırıq. Ana bir dənə section olacaqdır. İçində 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə div. Düzdürmü? 8 divin, indi bunu işləyərik. Bu dərs bitsin, bunu işləyərik. 8 divin hər birinin içində bir div, bir image, bir
başqa span ya da ki bir H1, H2 nəsə istəyəndə sözlər yazılır, display flex, border verilib ətrafına, border radius 50% verilib, width height verilib. Baxın, düşüb alt-alta. Deməli, buna verilib display flex, flex direction column, align item center. Çünki flex direction column olanda align nəyə baxır? Üfüqliyə. Deməli, display flex, sonra flex direction column düşdülərmi? Align-dan sıxışdırdım mı ortaya? Bax belə. Yəni, bunun işləmə kodu budur. İndi biz növbəti dərsdə onu işləyəcəyik. İndi gridi yekunlaşdıraq ki, birdən başqa bir şey qalmadı, çox şey deməyəcəm. Grid də bu qədər.